Bismillahirrahmanirrahim ve bihi nesta'in. İnnehu hayru nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina ve alihi tahirin ve lanetullah ala adaihim ecmain. Minel an ila liqai yevmiddin nehmeduhu ve nesta'inuh. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu qavli. Sadaqallahul aliyyul azim. Allah Teala ibadet taatimizi kabul eləsin. Bizi beğendiği bendelerden qərar versin. Dünya ve ahiret peygamber ve əhl-i beytinin ziyaret ve şifaətini nəsib eləsin. Allah xəstələrimizə şifa versin. Çətinlikdə olanlarımıza kömək olsun. Allah Teala günahlarımızı bağışlasın. İltimas eləyənlərin dualarını kabul eləsin inşallah. Ağa İmam Zamanı zuhurun təcil eləsin. Bizi de ağanı tanıyıb ona kömək olub onun qarşısında şəhid olanlardan qərar versin inşallah. Söhbətimiz Əli əleyhissalamın Nəhcül Bəlağədə 89-cu xütbəsindədir. Xütbənin əvvəlindən biraz danışmışdıq və ardında davamında Həzrət buyurur cəmaata ki, Vəllahi ma əsma'kumur rəsulü şeyən illa və ənə zamusmi'ukumuhu. And olsun Allaha, hər hansı bir şeyi ki, Həzrəti Rəsulullah, Həzrəti Peyğəmbər sizə eşitdirib, sizə çatdırıb və hal-hazırda mən onu sizə çatdırıram. Və ma əsma'kumul yevmə bidun əsma'uhum bil əmsi. O şey ki, siz bu günləri eşitmişsiniz, belə deyil ki, onlar dünən onu eşitməyiblər. Yəni, Həzrətin sözü, məqsədi budur ki, bu şəriət, bu din davam eləyir. Peyğəmbərin zamanında Həzrət Peyğəmbərin dedikləri sözlər bu günləri sizə deyilir, eynən Həzrət Peyğəmbərin dediyi kimi və bu günlərdə deyilən söz yenə də elə Həzrət Peyğəmbərin zamanında deyilən sözlərdir. Belə bir söz yoxdur ki, Peyğəmbər sizə deməyib, mən indi sizə deyirəm. Ya, məsələn, mən Peyğəmbər deməyib, mən sizə başqa bir söz deyirəm, ya əksi, belə deyil. Yəni, elə bu şəriət, bu din, Həzrəti Rəsulullahın gətirdiyi dindir. Quran da həmin elə Qurandır və o günləri sizə, dünənləri deyilən sözlər, bu günlərdə deyilir, dünənləri çəkindirilən işlərdən də bu günləri siz çəkindirirsiniz. Yəni, sizə verilən əmr-i biməruf, nəhy-əz münkər, dünənki, bugünkü eynidir. Bəziləri, bəzi bəhanələr eləyib ortalığa çıxardırdılar, bəzi işlər görürdülər, onunla fitnə fəsad yayırdılar və xüsusi məqsədləri vardı. Həzrət də bu sözlərlə onlara cavab verir və deyir, bəhanələrin kəsir, deyir. Biz elə Peyğəmbərin dininin davamçısı yox, biz Peyğəmbərin xidmətçisiyik və biz Peyğəmbərin nübüvvətinin davamçısı yox. Onun gətirdiyi şəriəti sizə deyirik, gözümüzdən şəriət gətirmirik. Bəziləri belə bəhanələr eləyirdi. Dünən eşitdiklərinizi Peyğəmbərdən büyük mən sizə deyirəm və bugün eşitdiyinizi də siz dünənləri Peyğəmbərdən eşitmişsiniz. Və la şuqqət ləhumul əbsar və la cülət ləhumul əfidət fi zalikə zaman illə vəqət u'tiyyət misləha fi hazə zaman. Sizdən qabaqçılarda da elə bu bəsirət, bu göz var idi. Sizdən qabaqçılarda da bu qəlb var idi. Belə deyil ki, sizin üçün bir təzə, məsələn, bəsirət açılsın, ya təzə bir söhbət açılsın. Bundan dünənkilərin xəbəri yox idi. Xeyr, yəni elə həmin dindir, həmin şəriətdir, həmin yoldur. Davam eləyir, sadəcə siz bu günləri bəhanələr gətirirsiniz. Necə ki, məsələn, cihad barəsində deyirdi, bir dəfə gah dediniz qışdır, soyuqdur, gah dediniz yaydır, istidir, cihad mövzuları ortalığa çıxanda. Bunlar da hər gün bir dənə bəhanə gətirirdi. Ona görə Həzrət deyirdi ki, elə Peyğəmbərin gətirdiyi dindir, Peyğəmbərin dediyi sözdür. Həmin sözü biz deyirik, həmin dini biz təbliğ edirik və yeni heç bir şey yoxdur və biz özümüzdən də heç bir bidət gətirmirik. Və vəllahi ma bustirtum ba'dahum şeyən cəhiluhu və la usfitum bihi və hurimuhu. And olsun Allaha, mən sizə göstərdiyim şeylər
o şeylər deyil ki, sizin üçün onlar məchuldur. Yəni ta durub onun barəsində şəkk eləyəsiniz, ondan sonra onun barəsində bir müzakirə eləyəsiniz, onu götür qoy eləyəsiniz ki, hə bu görəsən vardı, yoxdur, yox. Mən sizə dediyim, sizə göstərdiyim bu məsələlərin hamısını siz bilirsiniz. Onlar ki deyirlər bilmirik, onlar ki deyirlər xəbərimiz yoxdur. Bunlar cəhalət üzündən deyirlər, inad üzündən deyirlər, fəsad üzündən deyirlər, Allahın dinini qarışdırmaq istəyirlər o baxımdan. Və illa mən dediklərimi siz hamınız bilirsiniz ki, mən bu dediklərimin hamısı haqdır. Dediklərimin hamısı yerindədir, dediklərimin hamısı düzdür. Həzrətin başqa kəlamlarında var ki, deyir, and olsun Allaha, mən heç vaxt allatmamışam, nə də allanmamışam. Ki, bəziləri belə yayırdılar, düşünürdülər ki, məsələn, Əli Həzrəti Əli bilmir. Ondan sonra onun bu məsələdən xəbəri yoxdur və yaxud ona başqa cürə məlumat veriblər. Onun cavabında Əli Əleyhissalam deyirdi ki, amma kəzibdir və la kuzzibdir. Heç vaxt mən nə allatmayıblar, yəni allada bilməyiblər, nə də mən heç vaxt özüm yalan danışmamışam. Bu dediklərimin də hamısını heç bir siz cahil deyirsiniz, ta durub bəhanə eləyəsiniz. İnsan bəzən görsən ki, kiminsə üzündən keçə bilmir, ya ümumi ictimai qınaqdan qorxur, ya məsələn, özünün daxili hissiyatı onu vadar eləyir bəzi məsələlərə, o vicdanı onu narahat eləyir. Onlara ya o cəmiyyətə cavab olaraq, ya öz daxilini sakitləşdirməkdən ötürü, öz vicdanını allatmaqdan ötürü bəzi məsələlər, bəzi bəhanələr gətirir ki, bəlkə belə deyirmiş, bəlkə məsələn belə olmamalıymış və biz o vaxt eşitməmişdik. Həzrət bunlara cavab verir, deyir ki, bunların hamısı siz bildikləriniz şeydir, sizə xüsusi və ma usfitun bihi və hurimuhu. Siz nəyəsə bir şeyə məxsus deyirdiniz və ta ondan məhrum olasınız. Yəni, sizin xüsusi bir haqqınız yoxdur. Sizə məsələn, nəsə bir məxsus, sizə burada xüsusi bir pay çatası deyildi. Siz nədir? Ondan məhrum olasınız ki, xüsusən bu işarədir, Təlhə ilə Zübeyrin mümkündür o hadisələrinə ki, biri məsələn, Əli Əleyhissalamın seçilmək mövzusunda biri Bəsrə hakimiyyəti istədi, biri Kufə hakimiyyəti istədi. O cürə və ona cavab olaraq ki, Həzrət deyir ki, sizə xüsusi bir mövqeyiyyət, yəni bunlardan fərqimiz yoxdur bizim. Şeyh Əli Əleyhissalam özü də onlarla otururdu, özü də onlar kimi istifadə edirdi, hətta onlardan da aşağı dərəcədə. Xüsusi burada sizə çatayacaq bir pay yoxdur. Ta durub onu bəhanə eləyəsiniz ki, məsələn, biz payımızdan məhrum olduq, biz məsələn, bizə çatacaq şey bizə çatmadı. Yox, elə deyir. Siz ya bilə-bilə bu sözü salırsınız, ya da ki, neyinirsiniz? Biliyiniz yoxdur, cahilsiniz. Elə bilirsiniz ki, məsələn, siz fərz eləyək, cihadda iştirak eləmişsiniz, bir günləri gəlib, məsələn, siz bir pay artıq yeməlisiniz. Onu fərz eləyək, ya məsələn, siz İslamda biraz stajınız çoxdur, sabiqət çoxdur, o baxımdan sizə nəsə bir xüsusi burada nələrsə olmalıdır, xeyr, bunlar səhvdir. Həzrətin o 1250 il yaşadı, 950 il Peyğəmbərlik elədi, özün ümmətin o iqtisadi məsələlərdə, bəzi məsələlərdə ümmətdən heç də fərqləndirmirdi. Ta məsələn, dura bir nəfər Həzrəti Nuhun ya Həzrəti Peyğəmbərin səhabəsi ola, deyək ki, mənə məsələn xüsusi mövqeyim var, mənəm burada xüsusi payım var. Belə bir şey Həzrət buyurur ki, yoxdur. Və ləqət nəzələt bikumul bəliyyə cailən xitamuha. Həzrət deyir ki, siz bədbəxtlər gəlibsiniz, bir yerə çatmışsınız, bir vəziyyətə çatmışsınız və özünün də xəbəriniz yoxdur. Həqiqətən bəzən insan şeytan alladır, nəfsi alladır, qəflətə düşür insan və insan gəlib özün bir bəlaya salır. O bəlanın içərisində adətən məsələn insan bir nemətin də içində olanda görsən onun qədrini bilmir. Bəzən insan gəlir bəlanın da içində olur. Elə bilir ki, ətrafda hər tərəfdə bəladır, fitnədir. Elə bilir ki, fitnə mənə aiddir, o ölən adam kimi.
cənazədə gedir, elə bilir ki, kimisə aparırıq bastırmağa, hiss eləmir ki, mən ölmüşəm. Bu da bəlanın içərisindədir. Elə hiss eləyir ki, ətrafdakılar bəladadır. Bu heç bəlada deyil, bu salimdir, bu sağlamdır, bu əmandadır. Yox, əslində elə deyil. Belə bəlanın içərisində budur. Sadəcə onun qüruru, onun təkəbbürü, onun günahı, o günahın elə bil ətrafını onun bir qatı yaradıb, yaxınındakı bəlaları neynəmir, görmür, hiss eləmir. Ona görə də nə olur? O cürə hiss eləyir özün. Ona görə Həzrət buyurur ki, vələqət nəzələt bikumul bəliyyə cailən xitamuha. Həqiqətən bəla sizə nazil olub, cövlan eləyir, yüyənin də əlinizdə saxlaya bilmirsiniz. O xam at, xam dəvə, qızmış dəvə necə tabi olmaz, itaət eləməz, itaətsizlik eləyər. Onun üstündə olan ya cilovu kimin əlindədirsə onu idarə eləyə bilməz, kontrol eləyə bilməz. O deyir, bəla o cürə gəlib sizi əhatə eləyib. Siz onun yüyənin əlinizdə saxlasınız da, sadəcə onun yüyəni əlinizdədir. Siz elə bilirsiniz, siz onu idarə eləyirsiniz. Amma bəla sizi idarə eləyir, fitnə sizi idarə eləyir, günah sizi idarə eləyir. Rixvən bitanuha. Rixvən bitanuha deməli miniklərin, atın, dəvənin, ulağın üstünə yəhər qoyarlar, palan qoyarlar. Onu minməkdən ötürü, üstünə minməkdən ötəri. Onun bir dənə ipi olar, remeni olar. Həmin yəhəri qarnının altından gətirərlər, bağlarlar. O yəhər, palan o tərəf bu tərəfi aşmamaqdan ötəri, enişdə yoxuşda düşməməkdən ötəri. O olmazsa o yəhər orada qalmaz və təhlükədir başdan ayağa. O boş olsa da yenə nə olar? Fırlanar, aşar ona, o yana bu yana. Onu minən, o miniyin idarə eləyə bilməz heç, özü də onun üstündə qala bilməz. Həzrət deyir ki, siz elə bilirsiniz ki, ətrafınızı idarə edirsiniz, ətrafınızı məsələn qoruyursunuz, günah sizə yaxınlaşmayıb, günah sizdən uzaqdır. Yox, elə deyil. Bəla sizi elə əhatə eləyib, cilovun da əlində saxlaya bilmirsiniz, bu belipisi də, bəzi qarın altı deyərlər ona, heyvanın qarın altından çəkib bağlayırlar, onun qarın altısı da boşdur. Sizin o yəhər altınızda yanmır, fırlanır o tərəf bu tərəfə. Amma siz elə bilirsiniz, kontrol eləyirsiniz özünüzü. Amma özünüzdən xəbəriniz yoxdur. Bu bəla, sizin bəlaya düşməyinizi sizin ətrafınız hamınız hiss eləyir. İnsanın pis yolda olmağın, insanın düz yolda olmamağın insanın ətrafı çox tez hiss eləyir. Bütün məxluqat hiss eləyir. Məsələn, bəzi şeylər var bizdə, onu mələklər hiss eləyir. Bəzi məsələlər də var ki, elə bizim öz ətrafımızda fikir verəndə bilər, baxar, görər ki, bu adam hansı vəziyyətdədir, hansı yerdədir, günahı çoxdur, savabı çoxdur, bunu hiss eləyər. Məsələn, İmam Kazım əleyhissalamdan soruşurlar ki, ya ibn Rasulullah, bu ki deyir, mələklər bizim əməlimizə baxır, bizim əməlimizə yox, niyyətimizə baxır, əməlimiz göz qabağındadır. Niyyətimizə baxır, bizim bu mələklər niyyətimizə baxanda bu, hardan bilinir ki, bu niyyət yaxşı niyyətdir, hardan bilirlər ki, pis niyyətdir. Ki, mən bir dənə niyyət eləmişəm bir işi görməyə, bu niyyətim Allaha xatirliyi ilə qeyrullahı nədən bilirlər? Həzrət buyurur ki, siz üfunətli yerə və yaxud bağçaya çatanda, çatmamış, onu görməmiş, necə olur siz orada hiss edirsiniz ki, qabaqda üfunət var ya, qabaqda məsələn gülçiçək bağçası var. Deyir ki, biz onun üfunətindən, pis yerin üfunətindən, bağçanın da gülçiçəyin iyindən. Həzrət buyurur ki, mələklər sizin məqsədlərinizdən sizdən gələn qoxu ya tənəffürün vasitəsilə hiss eləyirlər onu. Sizin niyyətləriniz xas olanda, xalis olanda, onlar sizdən xoş, ətirli, iyilər, qoxular hiss eləyirlər, duyurlar. Sizin niyyətiniz bəd olanda sizdən nədir? Bəd və pis iyilər, pis qoxuları onlar hiss eləyirlər. Oradan bilirlər ki, niyyətiniz xalisdir, yoxsa niyyətiniz xalis deyil. Ondan sonra Həzrət buyurur ki, deyir ki, insana tuəttəru bil istiğfar.
İstiğfarla özünüzü ətirin. Tuəttəru bil istiğfar la yəfzəhənnəkum rəvaihuz zunub. Siz deməli istiğfarla özünüzü ətirin, ta günahların pis iyləri sizi rüsva eləməsin. La yəfzəhənnəkum, rüsva eləməsin. Yəni, necə məsələn insan tərli olanda, çirkli olanda, məsələn dişin yumayanda ağzından pisiyi gəlir, üstündən pisiyi gəlir, məsələn cəmiyyətin içərisinə çıxanda belə də hamı ondan nifrət eləyir, ondan sonra hamı pis baxır və nəticədə də bu adam özü-özün bir növ rüsva eləmiş olur, özü-özü üçün nifrət yaradır, hamı ondan çəkilir, uzaqlaşır. Həzrət də deyir ki, günahlar sizi bu cür eləyir. Allahın mələkləri məmurdur, sizi müşayiət eləsin. Allahın mələkləri məmurdur, sizi qorusun. Allahın mələkləri məmurdur, sizə ruzu gətirsin. Siz günahlarınız olanda, günahları çoxalanda, sizin o bəd iyüz, pis iyüz, o nifrətli iyüz mələklərin yaxınlaşmağına mane olur. Və sizə yaxınlaşa bilməyəndə mələklər aləmi bilir ki, sizdə bu günahlar var və siz rüsvay olursunuz. Ona görə Həzrət də buyurur ki, tuəttəru bil istiğfar, tövbə eləməklə, istiğfar eləməklə özünüzü ətirlənin, nə olmasın? La yəfzəhənnəkumul rəvaihul zunub. Günahın pis iyləri neynəməsin? Sizi rüsva eləməsin. Bu, bizim niyyətimizin, ondan sonra məqsədimizin, əməl üçün elədiyimiz, o nəzərdə tutduğumuz fikrimizin təsiridir. Amma bunun öz əməlinin də, əməlimizin zahiri təsiri də var. Biz bir əməlimizlə birinə pislik eləyirik, birinin qarşısını kəsirik, birinin yolunu narahat eləyirik, birinin yuxusunu narahat eləyirik, birinə dolanışığını narahat eləyirik. Bu bizi öz cəmiyyətimizdə, öz ətrafımızda rüsva eləyir. Amma o günahlarımızın daxili təsirləri, mücərrəd təsirləri göy əhlin bizə nisbət neyir? Nifrətli eləyir. Bizə nisbət onlarda nifrət yaradır bizim günahlarımız. Ona görə Həzrət buyurur ki, siz düşmüsünüz o bəlanın içərisinə. Siz o bəladasınız. Özünüz elə bilirsiniz ki, elə belə olmalıdır. Amma yox, belə olmamalıdır. Siz bəlanın içərisində sadəcə o bəlanın içində olduğunuza görə onu görmürsünüz, hiss eləmirsiniz. Və illa, özdə bəla necə bəla? Həzrət buyurur, və ləqəd nəzələt bikumul bəliyyə cailən xitamuha, bəla gəlib sizin tərəfinizə cövlan eləyir, yüyənin sizin əlinizdən alıb və rixvən bitanuha və o dediyimiz kimi qarnaltı remeni də, ipi də nə olub? O da boşdur. Heç o minicin nədir? Üstündə də otura bilmirsiniz. Və Allah fəla yəğurrənnəkum ma əsbəhə fihi əhlül qurur. Deyir ki, sizi məğrur eləməsin bu işlər. Sizi o nemətlər ki, o müvəffəqiyyətlər ki, dünyada bəziləri onun hesabına məğrub olublar. Siz bəzi şeyləri elmi formada bilirsiniz, ağlınızla düşünüb bilirsiniz. Bəzi şeyləri də siz təcrübə eləyib bilirsiniz. Siz gördünüz dünən kim həlak oldu, nə ilə həlak oldu? Siz gördünüz dünya məhəbbəti filankəsin başına necə, məsələn, müsibət gətirdi. Siz gördünüz, bilirsiniz keçmişlərdə, məsələn, Fironlar olub, Nəmrudlar olub, Yezidlər olub, Şümürlər olub. Onlar hansı əməllərinə görə məğrur olublar və nəticədə də məlun olublar və cəhənnəmə vasil olublar. Siz niyə onu bir gün təkrar edirsiniz? Ki deyir, fəla yəğurrənnəkumul ma əsbəhə fihi əhlül qurur. Deməli, o qurur əhli nəyin hesabına döndü, qurur əhli oldular. O da həmin şeylər sizi qururlandırmasın. Məsələn, biri gəlir burada, məsələn, bu əşyanı götürür, əlin yandırır. Da sən də gəlib onu götürmək ki, gördün ki, bu götürdü, əlin yandırdı. Biri gəlir, o sudan içir, ağzı yanır, məsələn. Da sən gəlib onu neynəməklə götürmək ki, indi bu dəqiqə o elə əlindən yerə qoyan kimi nə olmadı, soymadı ki, sən də götürəsən, da soyuğun içəsən. Bunu sən gözü ilə görürsən. Bir bu. Bir də biraz da elə
məsələn də məsafəyə də bax. Məsələn, filan kəs filan işi gördü, filan vaxtdan sonra məsələn belə oldu. Görürsən bir adam bir dənə xəstəliyə düşür. Deyirlər məsələn 50 yaşı var düşüb xəstəliyə, deyirlər 5 yaşında məsələn bunun başı yerə dəyib indi belə olub. Nə bilim 15 yaşında nəm soyuq dəyib buna, indi məsələn gəlib 50 yaşında büruzə verib özün. Bunları ki sən görmüsən. Bu cismi xəstəliklərdədir. Mənəvi xəstəliklərdə, ruhi xəstəliklərdə bundan da daha çoxdur. Bundan da daha təsirlidir, bundan da tez təsirlidir. Siz bunların hamısında nədir görürsünüz. Mümkündür o cismi xəstəliklər siz o dərəcədə hiss eləməyəsiniz. Niyə? Çünki başqası xəstələnib. Başqası məsələn o cürə rəftar eləyib 20 ildən sonra çıxıb üzə, siz onu vücudunuzda hiss eləyəmirsiniz. Amma o ruhi xəstəliklər, mənəvi xəstəlikləri siz öz vücudunuzda da hiss eləyirsiniz. Gərək onu nə edəsiniz? Daha yaxşı biləsiniz. Fəinnəmə huvə zillun məmdudun ilə əzəlin mədudun. Bu deyir bir dənə uzun kölgədir ta müəyyən bir vaxta qədər, yəni ilə əzəlin mədudun, sayılmış bir vaxta qədərdir. Çox uzaq çəkməyəcək. Bir dənə kölgədir, zillun məmdudun. Bu bir dənə kölgədir, geniş, yayılıb, amma fikirləşməyin siz bu kölgə ilə çox uzun olacaq. İlə əcəlin mədudun, barmaq sayındandır. Neçə gündən sonra tamam olacaq. Günəş qalxır bir dənə, məsələn 1 metrəlik bir ağacın kölgəsi bir 5 metrə uzanır üzü o yana. Ağac özü 1 metrə daha. Günəş əvvəl çıxanda kölgəsi olur 3 metrə məsələn. Amma onun o 3 metrəlik kölgəsi əvvələn kölgədir. Həqiqət deyil, kölgədir. Yaxşı. Və ikinci də ki, nə qədər davam edir? Elə o günəş qalxdıqca bu kölgə azalır. Günəş qalxdıqca kölgə 40 dəqiqədən sonra, 1 saatdan sonra görürsən gəldi, oldu nə? Elə həmin ağacın ölçüsü qədər. Siz fikirləşməyin bu kölgənin uzunluğu nədir? Elə ömrü də uzun olacaq. Yox, bu çox qısa müddətədir və bəzən də bulud gəlir elə həmin anda heç kölgə itir aradan gedir. Burasını fikirləşin, burasını düşünün ki, bu dünyanın kölgəsi, dünyanın işığı sizin kölgə özü nə qədər uzadacaq və nə qədər onu sizdən tez alacaq və az müddətdə alacaq. Orasını da düşünün və təfəkkür edin, ondan sonra rəftar edin. Görün ki, bu dünyaya arxain olmaq olar, bu dünyaya bel bağlamaq olar, ya bu dünya nədir? Və la tərkənu, söykənməyin ona. Niyə? Çünki sizdən güclüləri Allah Teala Quranda deyir ki, fənzuru keyfə kana aqibətüllezina kanu min qəblikum. Baxın, görün o sizdən qabaqçıların aqibəti necə olub? Kanu əşəddu minkum qüvvətən. Onlar sizdən çox qüvvətli idilər, çox var dövlətli idilər, çox möhkəm idilər. Amma nə oldu? Hamısı məhv oldu, çıxdı, getdi. Dünya onları məhv elədi. Torpaq çürüdüb, bu heç, bunu hamı çürüyəcək. Amma onları dünya özü məhv elədi. Dünya özü onların o sevdikləri, bağlandıqları, ondan sonra onun hesabına minlərlə adama, məsələn də haqqın yedilər, haqqı qaldı boyunlarında, gecələrin gündüz elədilər, gündüzlərin gecə elədilər. O adam nədir? O şeydən ötürüdür ki, görsən elə həmin şey, o səni həmin var, həmin dövlət, həmin mülk səni gətirdi bir gün, nədir bir vəziyyətə saldı ki, onlar elə öz yerlərində qaldılar. Amma sən gəldin, çox düşdün aşağı. Ona görə Həzrət deyir ki, bu dünyaya çox bel bağlamayın. Allah Muhammed, Ali Muhammed xatirinə bizi bəyəndiyi bəndələrdən qərar versin, günahlarımızı bağışlasın və səlamu aleykum və rəhmətullah və bərəkatuhu.